Word proqramında hyperlinklər haqqında məlumat vermişdik. Hyperlinklər cari sənədlə digər sənədlər arasında link yaratmaq üçün istifadə edilir. Eyni əmri biz Excel proqramında da yerinə yetirə bilirik. Hyperlink əlavə edəcəyimiz xana seçilir. Mouse'un sağ düyməsi vurulandan sonra açılan kontekst menüdə hyperlink əmri seçilir. Ekrana belə bir pəncərə gəldi. Eynilə Word proqramında bu pəncərə gəlmişdi. Burada hər hansı bir web səhifə ilə, yeni bir sənədlə, cari sənədlə və yaxud e-mail ünvanla hər hansı bir link qurmaq olar. Məsələn, ekrana gələn pəncərədə biz Excel proqramı son PDF formatını seçirik, OK əmrini veririk. Biraz diqqətli izləyicilər görə bilərlər ki, Word proqramından fərqli olaraq bu Word proqramında linkin üzərində bir dəfə vurduq, gəldikdə Ctrl düyməsini vurub həmin linkin üzərində klik eləmək lazımdır. Burada isə birbaşa klik eləyib həmin fayl açılır. Fayl bağlanandan sonra yenə cari səhifəyə qayıdırıq. Eyni ilə digər faylı, məsələn Excel faylını ya Word faylını yerləşdirmək istəyirik. OK əmrini vurdu. Yenidə bir dəfə vurmaqla link qurulur və biz linkə keçirik.